Salam hörmətli izləyicilərim. Bugün sizə belə bir naxışın toxunmasını istəyirəm göstərim. Bunun da toxunması çox asandır. İlməklər də burada 3-3 yığmışam. 3-3 yığılan ilməklərdir. Rezinka hissəsindən 2-2 toxumuşam. Kimin ürəyi necə istəyir, hələ toxuya bilər. Sapım da 100 qramlıq, 250 metrəlik sapdır. Bu naxışdan jilet, jaket, sviterə, papağa, uşaq adyalına, nəyə istəsəz toxuya bilərsiniz. İndi mən qısa formada yığacağım milimin üstünə. Belə bir sap götürmüşəm. Bu sap biraz ondan nazik sapdır. Kim istəyir eləsin götürər, kim də istəyir belə. Bu 100 qramlıq 350 metrəlik sapdır. İndi burada 3-3 yığırıq. Milimin üstünə yığıram. 3-3. Üç, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18 ilmek yığdım milimin üstünə. 18 ilmek bəs eləyir. Mən də burada rezinka toxuyan deyiləm. Bura düz üzüdür. Düz üzdən bütün ilməkləri tərs toxuyuram hamısını. Birinci ilməyi də toxuyuram. Birinci sıra olduğuna görə qalan ilməkləri hamısını tərs toxuyuram. Tərs üzdən də bir sıra tərs toxuyuram. İki sıramı tərs toxuyuram. Rezinka toxuyan deyiləm. Sizin ürəyiniz necə istəyir, elə də rezinka hissəsini toxuya bilərsiniz. Bunu göstərmək üçün toxudum ki, əyilməsin naxış. İndi burada birinci 3 ilmək düz toxuyuram. Sonra buradan 3 ilməyi götürürəm. 3'dən 3 çıxardacağım. Birini çıxardım, birini artırdım, bir ilmək də düz çıxardım. Yenə 3 ilmək düz. Yenə 3 ilməkdən 3 ilmək. 2, 3. Yenə 3 düz. Kənarda qalan 3 ilməyi də üçündən bir ilmək çıxardım, birini artırdım, yenə birini çıxardım. 3'dən 3. İndi tərs üzdən hamısını tərs toxuyuram. Tərs üzdən hər dəfə tərs toxuyuram.
De bura düzüdür. Düz üzdən buradan bu 3'dən 3 çıxartmışdıq. Bunun birinci ilməsini saxlayıram. Buradakı bu 3 ilməni düz toxuyacağım. Bu da 2 ilməkdir. Bu ilməkləri toxuyuram düz. 3 4 5 ilmək. Düz toxudum. Bu axırıncı bir ilməklə bu yanındakı düz ilməklərdən ikisini götürürəm. 1 2 3. Yenə 3'dən 3 çıxardım. Yenə 3 düz. 1 2 3. Yenə bu 3 ilməkdən 3 çıxarmışdım. Bunun axırıncı ilməyin yanındakı düz ilməklərlə 2 dənə düz götürürəm, 3 eləyirəm yenə. 3'dən 3. Yenə 3 düz. Kənarı da düz toxudum. Arxa üzdən yenə hamısını tərs toxuyuram. Şimdi burada 2, 4, 6, 7 ilmək var. Bu bir ilməyi saxlayırıq. Burada 3 düz. Buradan da birincini toxuyuram düz. Sonra 3 ilməkdən yenə buradan götürürəm. 3'dən 3 çıxardıram. Yenə 3 düz. Yenə burada bir ilmək qalıb. Bunu yanındakı 2 ilməklə götürürəm. Birini artırıram. Yenə birini çıxardım. Yenə 3 düz. Yenə 3'dən 3. İndi burada 2 ilmək qaldı. Tərs üzdən yenə hamısını tərs toxuyuram. Formada bir naxışa alınır. Burada ilməklər toxuyan qədər bu yüzden azalır soldan. Sağdan artır. Buradan ilməklər düzələn kimi yenə də buradan artırırıq. Burada düz qoydum, artırdım. İndi yenə buradan belə bu formada axırıncı ilməkdən başlayırıq toxumağa. Formada bir naxışa alınır. Çox da gözəl bir naxışa alınır. Belə. Sağ olun. Gələn videomda görüşənə qədər.